Salamlar, vaxtınız xeyir. Deməli, mən sizə bu günlərim izaha başlamışdan qabaq sırf Azərbaycan Respublikasının vətəndaşlarına aid olan hüquqlar var ki, onları qeyd edin. 1. Ancaq bu hüquq ancaq bizim vətəndaşlarımıza aiddir konstitusiyamızda. 1. Təhsil hüququ. 2. Seçki hüququ. 3. Müraciət etmə hüququ. 4. Azadlıq hüququ yox ha. Azadlıq hüququnun tərkibində olan hər zaman öz ölkəsinə maneəsiz qayıtmaq hüququ. 5. Vətəndaşlıq hüququ. 6. Vətəndaşlıq hüququna dövlət tərəfindən təminat hüququ. 7. Cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ. 8. Dövlətin idarə olunmasında iştirak etmə hüququ. Bir də 9-cu qanunverici təşəbbüs hüququ. Bu hüquqların hər biri yalnız Azərbaycan Respublikasının vətəndaşlarına aid olan hüquqlardır. Maddə 41. Sağlamlığın qorunması hüququ. Hər kəs sağlamlığını qorumaq, tibbi yardım almaq hüququ vardır. Dövlət nə əsasında zəruri tədbirlər görür? Müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür. Bəzən bu zərurinin yerinə xüsusi sözlə işlədirlər testlərdə. Sanitar epidemiologiya salamatlığına təminat verir. Tibbi sığortanın müxtəlif növlərinin inkişafı üçün imkanları İnsan həyatına, sağlamlığına təhlükə törədə bilən faktları və halları gizlədən vəzifəli şəxslər hansı məsuliyyətdir? Qanun əsasında məsuliyyətdir. Konstitusiyamızda 2 məsuliyyət növü var. 1. Qanun əsasında məsuliyyət, bir də mülki məsuliyyət. Mülki məsuliyyət hansılara aiddir? Dövlət qulluqçusu, bələdiyyə qulluqçusu görsən, onların vurduğu ziyana görə hansı məsuliyyətdir? Mülki məsuliyyətdir. Yerdə qalan konstitusiyamızda bütün məsuliyyətlər hamısı qanun olan məsuliyyətlərdir. Təhsil hüququna gələyindim. Hər bir vətəndaşın təhsil almaq hüququ var. Dövlət hansı təhsil almaq hüququnu təmin edir? Ümumi orta təhsil almaq hüququnu təmin edir. Dövlət təhsil sisteminə nəzarət edir də. Diqqətli olun yəni. Burada müdafiə edir verər birdən testlərdə. Test səhvdir. Maddi vəzifədən asılı olmayaraq, istedadlı şəxslərin yerinə bəzən qəbullarda vətəndaşlar deyə fikir söylənir. Burada vətəndaş versə test səhvdir. Çünki vətəndaş ehtə bizim vətəndaşdan söhbət olunur, şəxslərin içərisində isə əcnəbilər daxildir. Ona görə burada şəxslərin təhsil almasına dövlət tərəfindən zəmanət verilir. Dövlət maksimum təhsil standardı yox, minimum təhsil standardı müəyyəndir. Mənzil hüququna gələk. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Amma bu cümləni bu cür versə və qəbula salıblar. Hər kəs yaşadığı mənzildən qanuni məhrum edilə bilər. Fikir düzdür. Amma qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binaları evlərin tikintisinə nə verir? Rəvaz verir. Diqqətli olun testlərdə. Bəzən rəvazın yerinə zəruri tədbirlər görür deyə sağır testlərdə. Rəvaz verir. İnsanların mənzil hüququnu gerçəkləşdirmək üçünsə xüsusi tədbirlər görür. Deməli, hər kəs milli mənsubiyyətini qoruyub saxlamaq hüququ var. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz. Ana dilindən istifadə hüququ bəzən bunu maddə 21 olan dil maddəsi ilə qatışdırıb verir. Ana dilindən istifadə hüququnda nələr əks olunur? Hər kəs ana dilindən istifadə etmə hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə, təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. Heç kəs ana dilindən istifadə etmə hüququnu məhrum edilə bilməz. Şərəf və layiqətin müdafiəsi hüququ. Hər kəs öz şərəf və layiqətini müdafiə etmə hüququ var. Şəxsiyyətin layiqəti kim tərəfindən qorunur? Bax, diqqətli olun. Mən demişdim ki, qorunur söhbəti var, qoruyur söhbəti var. Qorunur. Qorunur qanunla, qoruyur dövlət. Amma qorunur bir yerdə dövlətə aiddir. Məhz burada şəxsiyyət layiqəti dövlət tərəfindən qorunur. Diqqətli olun, burada insan deyil. İnsan qaldı söhbəti maddə 24-də. Heç bir halda şəxsiyyətin layiqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəs işgəncə və əzab verilə bilməz. Heç kəs insan layiqətinə alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Amma sənin üzərində tibbi elmi araşdırmalar nə zaman aparıla bilər? Sənin öz könüllü razılığı ilə. Testlərdə bəzən bunu qanunla verilmiş hallarda verir. Xeyr, səhvdir. Bir halda aparıla bilər, o da sənin öz könüllü razılığı ilə. Fikir və söz azadlığına gələk. Hər kəsin
fikir və söz azadlığı var. Konstitusiyamızda 5 dənə azadlığınız olacaq. 1. Fikir və söz azadlığı, vicdan azadlığı, məlumat azadlığı, sərbəst toplaşmaq azadlığı və yaradıcılıq azadlığı. Fikir və söz azadlığında heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. Diqqətli olun testlərdə. Burada və ya var və istədiyi kimi testi parçalaya bilər. Baxın, maddə 47 olan ikinci bəndlə bəzən maddə 71 olan hissəni tələbəni qatışdırıb verir. Əgər cümlə heç kəsdən başlayırsa, açıqlamağa və fikir əqidəsindən dönməyə məcbur edilə bilməz. Nöqtəni qoyursa və heç kəsdən başlayırsa, bu aid olacaq fikir söz azadlığına. Amma maddə 71-də diqqətli olun, onu göstərim sizə. Baxın, 4-cü bənddə deyir, heç bir halda din, vicdan bunu çıxarda bilər də, yəni. Burada vericinin ardına görə bu din, vicdanı çıxardar, oradakı cümləyə oxşadıb verə bilər. Heç bir halda sözü ilə başlayırsa və fikir əqidəsini açıqlamağa məcbur edilə bilməz və nöqtəni qoymursa, cümləni davam etdirirsə, bu nəyə aiddir? Təminat maddəsinə aiddir. Yəni, diqqətli olun, bu yuxarıda göstərdiyim fikir söz azadlığında olan cümlə ilə o birisi maddə olan, 71-ci maddə olan cümləni fərqləndirməyi bilin. İrq, mil, din, sosial, hər hansısa digər meyara əsaslanan, ədavətə və ya düşmənçiliyə oyadan təşviqata və ya tətbiqata yol verilmir. Bax, diqqətli olun, bunu da parçalayıb verə bilər. Yəni, buradakı vəni parçalamaq olar. Məsələn, qeyd edir ki, irqinə əsaslanan ədavətə, düşmənçiliyə oyadan təşviqata və tətbiqata yol verilmir. Fikir düzdür. Ayrı-ayrı bu cümləni parçalayıb tək kimi sala bilər testlərdə. Vicdan azadlığı. Hər kəsin vicdan azadlığı var. Hər kəs dinə münasibəti müstəqil müəyyənləşdirmək, hər hansısa dinə tək başına və başqalarla birlikdə etiqad etmək, yaxud da heç bir dinə etiqad etməmək, dinə münasibətlə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var. Bəzən bu maddəni din və dövlət maddəsi ilə tələbə qatışdırır. Yadda saxlayın, din və dövlət maddəsində biz nədən danışdıq? Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır, bütün dini etiqadlar qanunun qarşısına bərabərdir, din dövlətdən ayrıdır, bir də insan layiqətini alçaldan və insanpərvərlik prinsiplərə zidd olan dinlərin yayılması və dini cərəyanların yayılması və tətbiqi qadağandır deyilən fikir söylədik orada. Din və dövlət maddəsində. Ücə onları əzbərləyin ki, yerdə qalan dinlə bağlı məsələlər harda öz əksini tapıb, vicdan azadlığında birdən uyğunluq kimi testlərə sala bilər. Dini mərasimlər var, bir də dinlər var idi. Əgər dini mərasim deyirsə, götürürsən ictimai qaydanı pozmursa, ictimai əxlaqa zidd deyilsə, sərbəstdir. Amma desə hansı dinlər, bax mərasim demirəm, hansı dinlərin yayılması qadağandır, insan layiqətini alçaldan və insanpərvərlik prinsiplərinə zidd olan. Amma dini mərasim desəm, götürürsən ictimai və ictimai. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır. Heç kəs öz dini etiqadını, əqidəsini ifadə etməyə məcbur edilə bilməz və yaxud da hər hansısa bir dini mərasimlərin və yaxud da dini mərasimlərə iştirak etməyə məcbur edilə bilməz. Sərbəst toplaşmaq azadlığına gələk indi, hər kəsin başqalarla birlikdə sərbəst toplaşmaq azadlığı var. Baxın, konstitusiyamızda bir hüququnuz var ki, bir də azadlığınız var ki, onları tək başına edə bilmirsən. Azadlıqlar içərisində sərbəst toplaşmaq azadlığıdır ki, onu tək başına etmək olmur. İminli başqalarla birlikdədir. Hüquqlar içərisində isə birləşmə hüququ var ki, onu tək başına edə bilmirsən, başqalarla birlikdədir. Hər ikisinin başqalarla birlikdə sərbəst toplaşmaq azadlığı var. Hər ikisinin başqalarla birlikdə müvafiq dövlət orqanını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ictimai əxlaqı pozmamaq şərti ilə dinc silahsız yığıncaqlar, mitinglər, nümayişlər və küçə yürüyüşlər keçirmək, piketlər düzəltmək hüququ vardır. Diqqətli olun, baxın, azadlıq içərisində hüququm var deyir. Nəyə görə deyir? Məsəl üçün, ayrıca toyun özü də bu azadlığınız var, bəzən məhdudlaşdırıla bilər. Niyə? Çünki hüquqları məhdudlaşdırmaq olur, amma azadlıqları məhdudlaşdırmaq olmur. Deməli, toyun özü də bir nədir? Sərbəst toplaşmaq da, düzdürmü? Amma gördünüzmü, karantin vaxtı toyların toplaşılmasına müəyyən sərhədlər qoyuldu. Hətta bəzi müəyyən aylarda toylar keçirilməsinə qadağan qoyuldu. Ona görə bu azadlığın içərisində hüququ vardır, ona görə qeyd olunur. Çünki bu azadlığın bəzən səni məhdudlaşdıra bilir. Məlumat azadlığına gələk indi. Hər kəsin istədiyi məlumatı, bəzən testlərdə bu cür verirlər. Qanuni məlumatı istədiyin yolla.
fikir səhvdir. Yerini dəyişik verir sanki testlərdə, amma fikir səhvdir. İstədiyin məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq, yaymaq azadlığın vardır. Kütləvi informasiya azadlığına təminat verilir. Kütləvi informasiya vasitəsilə, o cümlədən mətbuatda dövlət senzurası qadağandır. Buna diqqətli olun. Bəzən yazır ki, qanunla verilmiş hallara dövlət senzurasına yol verilir. Xeyr. Vəbşi heç bir halda dövlət senzurası kütləvi informasiya vasitəsində tətbiq olunmur. Deməli, hər kəs kütləvi informasiya vasitəsilə dərc edilən, onun hüquqlarını pozan və ya mənafələrinə xələl gətirən məlumatı təksir etmək və ya ona cavab vermək hüququna təminat verilir. Yaradıcılıq azadlığına gələndə hər kəsin yaradıcılıq azadlığı var. Dövlət ədəbi bədii, elmi texniki, başqa yaradıcılıq növlərinin azad həyata keçirilməsinə təminat verilir. Vətəndaşlıq hüququ. Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifə olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Ərazidə və yası var, cümləni parçalaya bilər. Və ya vətəndaşlardan doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşı sayılır. Valideynlərdən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Vətəndaşlıq hüququnun təminatı. Baxın, testlərdə bəzən verirlər ki, heç bir halda Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının vətəndaşlığından məhrum edilə bilməz. Diqqətli olun yəni testlərdə. Heç bir halda versə fikir səhvdir. Çünki bir halda var ki, qanunla verilmiş itirmə hallarında sən vətəndaşlıqdan məhrum edilə bilərsən. Yəni diqqətli olun. Yəni heç bir halda yazsa test səhvdir. Azərbaycan Respublikasının vətəndaşı hansı halda qovula və ya da xarici dövlətə verilə bilməz? Ücə burada heç bir haldadır. Yəni heç bir halda bizim vətəndaşımız ölkədən qovulmur və yaxud da xarici dövlətə verilmir. Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və daimi yaşayan, bax diqqətli olun testlərdə, və ya var və parçalaya bilər cümləni, ayrı axda verə bilər. Müvəqqəti və daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarının hüquqi müdafiəsidir. Diqqətli olun, azadlığı yox. Bəlkə bizim konstitusiyamızda qeyd olunan azadlıq Almaniyada bəlkə azadlıq kimi sayılmır, məhdudiyyət qoyulur. Ona görə vətəndaşlarımızın kənarda nəyinə təminat verilir? Hüquqi müdafiəsinə təminat verilir və onlara hamilik edir. Deməli, Azərbaycan Respublikasının vətəndaşları cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququ var. Diqqətli olun. Maneəsiz sözü mütləq burada görsənməli testlərdə. Dövlətə qarşı qiyam, dövlət servisində müstəqil müqavimət göstərmək sənin hüququndur, borcun deyil. Burada nəyə görə hüquqdur? Məsəl üçün, hər hansısa bir dövlətə qarşı qiyam olsa, sən ona qarşı çıxmağın borcun deyil. Əgər burada borcu olsaydı, ona qarşı çıxmadığını təqdirdə sən məsuliyyətə cəlb olunardın. Amma burada hüququndur deyir deyə sən özün müəyyənləşdirsən. Əgər özündə vətənpərvərlik hissləri daha yüksəkdirsə, çıxıb dövlətə qarşı qiyamın qarşısını ala bilərsən. Amma belə çıxmaya da bilərsən və çıxmadığına görə də sənə hər hansısa bir məsuliyyət tədbiri tətbiq oluna bilməz. Dövlətin idarə olunmasında iştirak etmək hüququ. Azərbaycan Respublikası vətəndaşları dövlətin idarə olunmasında iştirak etmək hüququ var. Sən bu hüququ nə cür həyata keçirsən? Bilavasitə və nümayəndə vasitəsilə həyata keçirirsən. Azərbaycan Respublikasının vətəndaşları dövlət orqanlarında qulluq etmək imkanına malikdirlər. Vəzifəli şəxslər kimin sırasından seçilir? Ancaq bizim vətəndaşlarımızın sırasından. Amma əlzəblər vətəndaşlıq olmayan şəxslərdə dövlət qulluğuna heç bir halda qəbul edilə bilməz fikri yazsa tez səhvdir. Qanunla verilmiş qaydada qəbul edilə bilərsiniz. Seçki hüququna gələk. Azərbaycan Respublikasının vətəndaşları dövlət orqanlarına seçmək, seçilmək, habelə referendumda iştirak etmək hüququ var. Amma bu 3 dənə hüquqdan kimlər məhrum edilir? Baxın, məhkəmə qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər seçkilərdə, bax seçkilər dedikdə özündə nəyini birləşdirir? Seçmə hüququnu birləşdirir və yaxud da seçilmə hüququnu birləşdirir. Niyə? Çünki sən seçkilərdə ya seçərsən, yaxud da seçilərsən. Deməli, hər iki hüquqdan da məhkəmə qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər məhrum edilir. Və onlar referendumda iştirak etmək hüququ da onların əlindən alınır. Yəni, məhrum edilir. Yəni, belə bir hüquqları yoxdur onların. Amma kimlərin
seçilmək hüququ. Diqqətli olun, seçmək yox. Seçilmək hüququ. Bu şəxslər hər hansısa bir şəxsi seçə bilər. Amma bu şəxslərin seçilmək hüququ bəzən məhdudlaşdırıla bilər. Demir, yoxdur. Deyir, məhdudlaşdırıla bilər. Elə bir situasiya yaranar ki, bu şəxslərin seçilmək hüququ da yaranmış olar. Amma sadəcə müəyyən bir mərhələlərdə bu şəxslərin seçilmək hüququna məhdudiyyət qoyula bilər. Yəni, yoxdur versə testin sonunda fikir səhvdir. Hərbi qulluqçular, hakimlər, dövlət məmurları, dini xadimlər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslər, bu konstitusiya və qanun nəzərdə tutulmuş digər şəxslərin seçilmək hüququ qanunla məhdudlaşdırıla bilər. Bu hakimlərin altına niyə xətt çəkmişəm? Bəzən bunu həkim deyə verirlər. Diqqətli olun. Bir dənə hərfi dəyişir, burada hakimdir, həkim deyil. Müraciət etmə hüququna gələk indi. Qəbula buradan bir dəfə 5 bənddən ibarət qapalı sual gəlmişdi BB ilə BA-ya. Ben necə salmışdı sualı? Deməli, müraciət etmə hüququ ancaq bizim vətəndaşlarımıza aid olan hüquqdur. Düzdürmü? Və şəxsən müraciət etmə hüququm var. Düzdürmü? Və fərdi və kollektiv yazılı müraciət göndərmək hüququn var sənin. Hərbi qulluqçular amma bu hüququ nə cür həyata keçirir? Fərdi qaydada. Qəbulların birində yazmışdı ki, hərbi qulluqçular müraciət etmə hüququnu kollektiv şəkildə həyata keçirə bilər. Fikir səhvdir. Hərbi qulluqçular müraciət etmə hüququnu fərdi qaydada həyata keçirir. Hər bir müraciətdə qanunla müəyyən edilmiş müddətdə və qaydada yazılı cavab verilməlidir. Baxın, diqqətli olun. Konstitusiyamızda şifahi müraciət deyilən bir anlayış yoxdur. Baxın, yazılı müraciət və yazılı müraciət bəndləri var burada, hər birində. Ona görə testlərə diqqətli olun. Qəbula bir dəfə gəlib və yazmışlar ki, qanunla müəyyən edilmiş qaydada və müddətdə yazılı və şifahi cavab verilməlidir. Şifahi sözü yoxdur axı. Baxın, hər ikisində yazılı sözlər var. Azərbaycan Respublikasının vətəndaşları, dövlət orqanları, o cümlədən vəzifəli şəxslərin, siyasi partiyaları, həmçinin ittifaqları, digər ictimai birliklərin ayrı-ayrı vətəndaşların fəaliyyətini və işini tənqid etmək hüququn var. Sən istədiyin kimi kimisə tənqid edə bilərsən. Tənqid pis bir şey deyil. Tənqidə görə təqib qadağandır. Qəbulun birində bunun yerini dəyişmişdi. Yazmış ki, təhqirə görə təqib qadağandır. Xeyr, təhqir etsən kimsə, səni təqib edəcəklər. Təhqir və böhtan tənqid sayılmır. Diqqətli olun testlərdə. Yerini dəyişib verə bilər. Birləşmə hüququna gələk. Hər kəsin başqalarına birləşmə hüququ vardır. Hər kəs istənilən birliyə, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birliklər yaratmaq, mövcud birliyə daxil olmaq hüququna maliksən. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir. Baxın, tələbəni bəzən buradan çaşdırır. Yazır ki, qanunla müəyyən edilmiş birliklərin fəaliyyətinə təminat verilir. Fikir səhvdir. Qanunla müəyyən edilmiş birliklərin yox, bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir. Hər hansısa birliyə daxil olmağa, onun üzvlüyündə qalmağa məzur edilə bilməzsən. Ərazidə və hər hansı hissəsində hansı birliyin yaradılması qadağandır. Qanuni dövlət hakimiyyətini zora devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və cinayətkar üsullardan istifadə edən birliklər qadağandır. Diqqətli olun, hər birini ayrı-ayrılıqda verə bilər. Yəni cümləni tam verməsə də fikir düzdür. Çünki vergündən ayrılır, plus və ya ilə ayrılır cümlə. Konstitusiya, bəs bu da qəbul sualıdır. Konstitusiya və qanunları pozan birliklərin fəaliyyətinə hansı qaydada xitam verilir? Əlbəttə ki, məhkəmə qaydasında xitam verilir. Deməli, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək tək başına və başqalarla birlikdə azad sahibkarlıq fəaliyyəti, bax diqqətli olun. Cümlənin əvvəlinə fikir verilirsə, hər hansısa bir qanun sözü yoxdur. Bəzən buradakı qanun sözü var ha, gətirib cümlənin əvvəlinə yazırlar. Buradakı qanun sözü iqtisadi fəaliyyətlə bağlıdır. Diqqətli olun. Azad sahibkarlıq fəaliyyətlə bağlı deyil. Hansı iqtisadi fəaliyyətlə məşğul ola bilərsən? Qanunla qadağan edilməmiş iqtisadi fəaliyyət növü ilə məşğul ola bilərsən. Dövlət sahibkarlıq sayəsində hansı tənzimləməni həyata keçirir? Dövlət maraqları, insan həyatı və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Deməli, hər kəs hüquq və azadların inzibati qaydada və məhkəmədən müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərərsiz yanaşılsın. Həmin işə inzibati icraat və məhkəmə prosesində diqqətli olun. Qanunla müəyyən edilmiş müddətdə yox, ağlabatan müddətdə. Çünki bəzən məhkəmədə
Araşdırma prosesi müəyyən vaxt qoyulmur. Ola bilər ki, bu 3 ay çəkə bilər, ola bilər 4 ay çəkə bilər. Yəni ağlabatan müddətdə ona görə bura qeyd olunur. Hər kəsin inzibati icraat məhkəmə prosesində dinlənilmə hüququ vardır. Hər kəs dövlət orqanlarına, siyasi partiyalarına və hüquqi şəxslərin, bələdiyyə və vəzifəli şəxslərin hərəkətlərinə və hərəkətsizliyindən inzibati qaydada şikayət var. Bir də məhkəmə qaydasına şikayət var. İnzibati dedikdə, məsəl üçün, sənin bir orqandan yuxarı orqana, yəni həmin orqanın yuxarı orqanına şikayətin inzibati qaydada şikayətdir. Məhkəmədə bilindiyi kimi məhkəməyə edəcəyin şikayətdir. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ var. Bax, bütün hallarda hüquqi yardım ödənişsizdir yazsa, tez səhvdir. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz dövlət hesabına göstərilir. Hər bir şəxsin səlahiyyətli dövlət orqanının tutulduğu, həbsə alındığı, cinayət törədilməsinə ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Hər kəs onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Diqqətli olun, bütün məhkəmələrdə yox. Qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququn vardır sənin. Bir də, nə zaman sənin işinə başqa məhkəmədə baxıla bilər? Bir halda şəxsin razılığı olarsa, razılığın olmadan hər hansısa bir başqa məhkəmədə sənin işinə baxıla bilməz. İmeni, razılığın olunmalıdır. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Yəni, təqsir prezumpsiyasını bu cür yadda saxlaya bilərsiniz. Yəni, mənasını nə deməkdir? Sübut olunana qədər qüvvədə olan həqiqət deyək də buna, düzdürmü? Hər kəsin təqsir prezumpsiyası hüququ vardır. Cinayət törətməsi təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanuna nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə mütləq şəkildə bu cümlə olmalıdır. Qanuni qüvvəymiş hökmü yoxdursa, təqsir sayılır. Şəxsin təqsiri olduğuna əsaslı şübhələr olduğu halda belə, onun təqsiri bilinməsinə yol verilmir. Cinayət törətməsinə təqsirləndirilən şəxs özünün təqsirini sübuta yetirməyə borclu deyildi. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmazsa, kimsə cinayətdə təqsiri sayıla bilməz. Amma məhkəmənin hökmü olarsa, cinayətdə təqsir sayıla bilərsən. Maddə 64. Bəzən tələbəni çaşdırmaq üçün maddə 64-də olan cümləni gətirib maddə 63-ün içində qeyd edirlər. Maddə 64-ün maddə 63-lə əlaqəsi yoxdur. Ayrı-ayrı maddələrdir. Heç kəs bir cinayətə görə təkrar məhkum edilə bilməz. Məhkəməyə təkrar müraciət etmək hüququ. Baxın, məhkəmənin məhkum etdiyi hər bir şəxs özü barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada, bütün hallarda yox ha, qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Heç kəs özünə, arvadına, övladına, valideynə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edə bilməz. Yəni, birinci dərəcəli qohumların əleyhinə ifadə verməyə məcbur edə bilməzsən. Əleyhinə ifadə verməsi məcbur olmayan qohumların tam siyasi nə ilə müəyyən edilir? Qanunla müəyyən edilir. Deməli, səlahiyyətli dövlət orqanlarının tutduğu, həbsə aldığı, cinayət törətməsinə təqsirləndirilən hər bir şəxs dərhal nə bildirilir? Baxın, bir izah edilir söhbəti var. Bir bildirilir söhbəti var. Bildirilir nə? Hər bir şəxsə hüquqları bildirilir. Amma izah edilir nə? Tutulmasının, həbsə alınmasının, cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir. Cinayət törətməsinə təqsirləndirilən hər bir şəxs məhkum edilməzdən əvvəl dinlənilməlidir. Dindirilməli yox. Dinlənilməlidir. Diqqətli olun. 68-ci maddə. Bəyanın açıq sualı buradan gəlib. Diqqətli olun, bu maddəni oxuyanda vəbşi bəyalar əgər hansı maddənin punktu 1, 2, 3-dən çoxdursa, baxın 4-cü punkt var. Deməli, o maddələrə daha çox fikir verin. Hər kəs dövlət orqanı, ona münasibətdə özbaşınalığını istin edən vicdanlı davranış hüququ var. Cinayət habelə hakimiyyətdən süni istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək, ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ var.
Hər kəs dövlət orqanlarından, yaxud onların vəzifəli şəxslərin qanunazidd hərəkətləri və hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ var. Baxın, bayaq dediyim mülki məsuliyyət. Bax, dövlət və dövlət qulluqçuları ilə birlikdə dövlət qulluqçularının qanunazidd hərəkət və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə hansı məsuliyyətdir? Mülki məsuliyyətdir. Maddə 69 dəfələrlə qəbula düşmüş sualdır. Əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, diqqətli olun testlərdir uşaqlar. Əgər isə testlərə desə ki, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər bizim vətəndaşlarla bərabər hüquqlardan istifadə edə bilər, bütün vəzifələri yerinə yetirməlidirlər, nədə başqa qayda nəzərdə tutulmayıbsa, bir qanun olacaq, bir də tərəfdar çıxdığımız beynəlxalq müqavilə olacaq. Amma desək sizə, onların hüquq və azadlığı, yəni əcnəbilərin hüquq və azadlıqları məhdudlaşdıra bilər desə, bax, istifadə desə, götürürsən bu ikisini. Amma məhdudlaşdıra bilər desə, sənin hüququn məhdudlaşdıra bilər də, deməli, burada olacaq nə? Tərəfdar çıxdığın beynəlxalq müqavilə yox, beynəlxalq hüquq normları, bir də qanunlara uyğun olaraq. Diqqətli olun, hər ikisinin bəs ortaq qəbul edilən aktı hansıdır? Qanundur. Baxın, hər ikisində qanun söhbətləri var. Burada var, burada var. Siyasi sığınacaq hüququ. Siyasi sığınacağı kim verir? Uşaqlar, siyasi sığınacaq verən Azərbaycan Respublikasıdır. Amma məsələsini həll edən bizim prezidentimizdir. Amma verən Azərbaycan Respublikasıdır. Siyasi sığınacaq nəyə uyğun olaraq verilir? Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normlarına uyğun olaraq əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq verilir. Siyasi əqidəsinə görə, habelə, cinayət sayılmayan da, sayılan varsa qaytarılacaq. Sayılmayan əmələ görə təqib edilən şəxslər başqa dövlətə verilməsi yol verilmir. Konstitusiyada təsbit olunmuş. Baxın, mən bayaqdan sizə hüquqlarınızı və azadlıqlarınızı qeyd edirəm. Konstitusiyada təsbit olunmuş istənilən hüququnuz və istənilən azadlığınızı gözləmək və qorumaq kimin borcudur? Qanunverici icra, məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan vətəndaşların hüquq və azadlıqlarını həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu konstitusiya və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Əgər testlərdə müharibə, hərbi vəziyyət, fövqəladə vəziyyət görərsənsə, qismən və müvəqqəti məhdudlaşdıra bilər desə, insan vətəndaşların hüquq və azadlıqları nəyi nəzrə almaq olacaq? Ta konstitusiya və qanun sözünü götürmürsən. Götürürsən burada beynəlxalq öhdəlikləri nəzrə almaqla məhdudlaşdıra bilər. Qəbulların birində yazmışdı ki, heç bir halda məhdudlaşdıra bilməz. Axı fikir səhvdə axı, məhdudlaşdıra bilən hallarımız var. Həyata keçirilməsi məhdudlaşan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir. Heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz. Baxın, buradakı vəni mən istədiyim kimi parçalaya bilərəm. Çünki ayrı-ayrıqda hər birinin feili var. Baxın, edilə bilməz, təqsirləndirilə bilməz. Deməli, cümləni parçalayıb versə belə fikir düz sayılır. Yəni, məcbur edilə bilməz və bunlara görə təqsirləndirə bilməz. Bu konstitusiyanın hər hansısa bir müddəası insan vətəndaşlarının hüquq və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Bəzən Qurani-Kərimdə bu söz işlədirlər. Təfsir edilə bilməz, yəni şərh edilə bilməz mənasını verir. İnsan vətəndaşlarının hüquq və azadlıqları birbaşa qüvvəlidir. Diqqətli olun testlərdə. Birbaşa qüvvəli olan nədir? İnsan vətəndaşlarının hüquq və azadlıqları. Bəs birbaşa hüquqi qüvvəli olan nədir? Birbaşa hüquqi sözünü görsən, götürürsən ki, burada konstitusiyamız birbaşa hüquqi qüvvəlidir. Deməli, qəbul sualıdır. İnsan vətəndaşlarının hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri kim həll edir? Məhkəmələrimiz həll edir. Bəzən bunu yazırlar, ombudsman həll edir. Fikir səhvdir. Heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla
bu cür hərəkətə görə mövcud aradan qaldırılmışsa və yaxud da yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilə bilər. Məsəl üçün, bu nə deməkdir? Tutalım sən müəyyən bir belə deyim də sizə bir əməl törətmisiniz, düzdürmü? Həmin elədiyin əmələ görə 200 manat cəriməsi var. Düzdür? Amma yeni qanun qəbul edilir. Məsələn, ayın 8-i törətmisən, ayın 8-i 200 manat cərimləmsən, yeni qanun məsələn onu qəbul edilir. Bu arada deyilir ki, o törətdiyin əmələ görə hər hansısa bir cərimə yoxdur. Deməli, uşaqlar, sənə yeni qanun tətbiq edəcək, ta köhnə qanun yox. Diqqətli olun, yüngülləşdirmə halıdırsa, sənə yeni qanun tətbiq edilir. Ağırlaşdırma halında isə yeni qanun tətbiq edilir. Hər kəs qanunla qadağan olunmayan hərəkətlər edə bilər. Heç kəs qanunla nəzərdə tutulmayan hərəkətlər etməyə məcbur edilə bilməz. Dövlət orqanları nə əsasında fəaliyyət göstərir? Konstitusiya əsasında. Hansı hüdudda fəaliyyət göstərirsə desə, qanunla verilmiş hüdudda və qaydada. Diqqətli olun, əsas konstitusiya, hüdud qanun. Maddə 72. 4-cü fəsil vəzifələrdən söhbət olunur, amma maddə 72 hər hansısa bir vəzifə sayılmır. Maddə 72-nin adı vəzifənin sırasına daxil deyil. Elə ki, bir növ bu, biz konstitusiyaya girəndə deyir deyə giriş edəndə bu konstitusiyanın preambulasıdır, ön sözüdür, düzdürmü? Elə ki, bu da konstitusiyamızın, yox, vəzifəmizin elə ki, preambulasıdır. Yəni, hər hansısa bir vəzifə sayılmır. Maddə 72-də nə deyilir? Deyilir, dövlət və cəmiyyət qarşısında. Baxın, maddə 24-də olan başqa şəxsə və cəmiyyət qarşısındakını fərqləndirməyi bilin bundan. Orada başqa şey deyilir, burada başqa şey deyir. Dövlət və cəmiyyət qarşısında hər bir şəxsin hüquq və azadlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Bu vəzifələr yalnız nə ilə qoyula bilər? Ya konstitusiya ilə qoyulacaq və ya qanunla qoyulacaq. Burada və ya var, parçalayıb verə bilər. Hər bir şəxs konstitusiya və qanunlara əməl etməli, başqa şəxslərin hüquq və azadlarına hörmət bəsləməli, qanunla verilmiş digər vəzifələri də yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Qanunla verilmiş vergiləri və başqa ödənişləri vaxtında və tam həcmdə ödəmək kimin borcudur? Burada diqqətli olun, hər bir kəsin borcudur. Hər kəs vermir. Hər bir kəs dedikdə nə başa düşülür? Hər bir kəs dedikdə hər kəs içərisində ünvanla işdir. Burada əcnəbi, uşaqlar, vətəndaş olmayan şəxslər aiddir. Amma burada hər bir kəsin verməsinin səbəbi sənin üzərinə qoyulan vergi ilə mənim üzərimə qoyulan vergi eyni deyil. Burada nə olur? Fərdiləşmə olur. Ona görə burada hər bir kəs deyilir. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan, qanunda göstərilmiş həcmdən əlavə vergilər, başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Vətənə sədaqət müqəddəsdir. Birdən yazar borcudur, fikir səhvdir, müqəddəsdir. İkinci bənd, diqqətli olun, 2 və 3-cü bəndlər qəbula gəlir. Vəzifəyə seçilmə və təyinat yolu ilə qanunverici icra məhkəmə hakimiyyəti orqanlarında işləyən şəxslər öz vəzifəni dürüst və layiqincə yerinə yetirməyə görə məsuliyyət daşıyır və yazmışdır məsuliyyət daşımır. Bir də qanunla verilmiş hallarda and içirlər. Vəzifəyə seçilmə və təyinat yolu ilə qanunverici icra məhkəmə hakimiyyəti orqanlarında işləyən, konstitusiya sadiq qalacağına and içən, dövlətə qarşı cinayətlər, o cümlədən dövlətə qarşı qiyamda, o cümlədən dövlət çevrilişində ittiham edilibsə, diqqətli olun, buradakı vəni parçalaya bilməzsən. Bu parçalanmayan vədir. Baxın, ittiham edilə bilərsən. Bəlkə sənin, belə deyək də, yalandan məlumat verirlər. Bəlkə sənin üzərində şərait olar, paxıllıqdan. İttiham edilə bilərsən, problem yoxdur. İttiham edildiyin halda vəzifədən getmirsən. İttiham edilirsənsə və o ittiham əsasında məhkum olunursansa, o zaman sən tutduğun vəzifədən getmiş sayılırsan, bir daha bu vəzifəni tuta bilməzsən. Buradakı vəni parçalaya bilməzsən. 71. 75. Hər bir vətəndaş dövlət gerbinə hörmət etməlidir, dövlət bayrağına və himninə hörmət etməlidir. Dövlət rəmizlərinə hörmətsizlik nümayiş etdirilməsi hansı məsuliyyətdir? Qanunla verilmiş məsuliyyətə səbəb olur. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla verilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Amma bəzən sən hərbi xidmət keçməyin əqidənə ziddirsə, alternativ xidmətlə əvəz oluna bilər. Bu da qanunla verilmiş hallarda
həqiqi hərbi xidmətin alternativ xidmətin əvəz oluna bilər. Amma praktikdə bu tətbiq olunmur. Yəni belə bir şey yoxdur. Tarix mədəniyyət abidələrinin qorunmasına gələyindir. Tarix mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcudur. Burada üzrü sayın cümlə iç-içə girir. Ətraf mühitin qorunması da hər bir şəxsin borcudur. Qanuna zidd vəzifənin icrasına yol verilməməsi. Heç kəs konstitusiya və qanuna zidd vəzifənin icrasına məcbur edə bilməz. Konstitusiya və qanunların pozulması, o cümlədən konstitusiya və qanuna nəzərdə tutulan hüquqlardan sui istifadə, məsələn, mülkiyyət hüququndan və yaxud da nikah hüququndan, yəni istənilən hüququndan sui istifadə edilərsə, hansı məsuliyyətdir? Qanunla verilmiş məsuliyyətdir. Baxın, maddə 73-dən 80-ə qədər maddənin adlarını əzbər öyrənirsiniz. Bunların hər biri sizin vəzifələrinizdir.